Salam əziz şagirdlər, bugün 7-ci sinif KSG 5-in izahına baxacağıq. Birinci sualdan başlayaq. Üçbucaq BDK kongruentdir. Üçbucaq AMP olarsa, bərabər tərəfləri və bərabər bucaqları yazın. 2 dənə üçbucaq çəkəcəyik. Bu birinci üçbucaq. Adlandırıram. BDK. Bu da ikincisi olacaq. Adlandırıram. AMP. Burada bərabər olan bucaqlara baxırıq əvvəlcə. Baxın, bucaq B, bucaq A bir-birinə bərabər olacaq. Əvvəlcə tərəfləri yazaq birinci. Deməli, BD tərəfi bərabər olacaq AM tərəfinə qeyd edirik. Elə buradan qeyd edək. BD bərabərdir AM-ə. Daha sonra DK tərəfi bərabər olacaq MP tərəfinə. Buradan qeyd edirəm. DK bərabərdir MP-yə uyğun tərəflər. Daha sonra BK tərəfi bərabər olacaq AP-yə. BK bərabərdir AP-yə. İndi bucaqlara baxırıq. Deməli, bucaq B bərabərdir bucaq A-ya. Bucaq B bərabərdir bucaq A-ya. Təpə bucağı bucaq D bərabərdir bucaq M-ə. Bərabərdir bucaq M-ə. Və ən sonunda bucaq K bərabərdir bucaq P-yə. Bucaq K bərabərdir bucaq P-yə. Keçirik ikinci suala. Bu birinci sual idi. İkinci sualda bizə deyir ki, üçbucaqların kongruentliyinin birinci əlamətini ifadə edin. İfadə edək. İki tərəfi və onların arasındakı bucağı bərabər olan üçbucaqlar kongruentdir. Bu da tərəf, bucaq, tərəf xassəsidir. İndi keçək üçüncü suala. Üçüncü sualda bizə deyir ki, üçbucaq A, B, C kongruentdir. Üçbucaq D, Y, K olduğu məlumdur. Yine 2 dənə üçbucaq çəkəcəm. Deməli, bu olsun ABC üçbucağı A, B, C. Kongruentdirsə, birinci tapşırıqda qeyd etdiyimiz kimi burada da yine ikinci üçbucağı qoyuram, adlandırıram D, Y, K. Deyir ki, AB 42-dir. AB-yə 42 millimetrdir. Millimetr qeyd edirəm. AC-yə 6 santimetrdir. Buradan qeyd edəcəm. 6 santimetr bərabərdir 60 millimetr. Ona vururuq. Buraya yazıram 60 millimetr. Və 0,8 metri santimetrə çevirəndə 100-ə vururuq. Olur 8 santimetr. Bu da bərabərdir. Ona vururuq 80 millimetr. Bura qeyd edirəm 80 millimetr. Hər üçbucağın perimetrini müəyyən edin. Deməli, P üçbucaq A, B, C bərabərdir. 42 üstəgəl 60 üstəgəl 80. Bu da bərabərdir. Edəcək. Deməli, edəcək 182 millimetr. Hər üçbucağın perimetrini müəyyən edin. Kongruent üçbucaqlar olduğu üçün AB bərabərdir DY-yə, BC bərabərdir YK-ya, AC də bərabərdir DK-ya. Yəni, bura 60-dırsa, bura 60-dırsa, burada 60 olacaq. Gətirib buraya yazıram 60 millimetr. Həmçinin, bura 80-dirsə, burada 80 olacaq. Burada yazıram 80 millimetr. Və ən son, burada 42-dirsə, burada olacaq 42. Burada yazıram 42 millimetr. Deməli, üçbucaq
DYK'nın da perimetri olacaq 182 milimetr. Hər ikisi üçün burada cavabımız olacaq. P bərabərdir 182 milimetr. Keçirik 4-cü suala. 4-cü sualda bizə verilib ki, üçbucaq yenə MKP və ABD verilibdir. Adlandıraq. M, K, bu da P. İkinci üçbucağı qeyd edirəm. Burada da adlandırıram. A, B, D. Deməli, AB 34 desimetrdir. Deməli, MK da 34 desimetrdir. Uyğun olaraq. MK'nı yox, MK'nı verib ki, MK'nı özü verib bizə 3,4 metr. Deməli, aşağıdan yazıram. 3,4 metr bərabərdir. Desimetrə çevirəcəm. Ona vururam 34 desimetr. Buna görə bunu silirəm. Buraya yazıram 34 desimetr. Daha sonra bucaq M-i 45 dərəcə verir. Bura qeyd edirəm 45 dərəcə. Bucaq A-da 45 dərəcədir. Sonra MP-ni 190 milimetr veribdir. 190 milimetr 10'a bölürsüz santimetrə çevirirsiniz. Olur 19 santimetr. Desimetrə çevirəndə yenidən 10'a bölürsüz. 10'a böləndə olacaq 1,9 desimetr. Üçbucağın üzərində qeyd edirəm. Deməli, AD 19 desimetrdir. Bu isə 1,9 desimetrdir. Deyir, bu üçbucaqlar haqqında nə demək olar? Deməli, yazıram. İki tərəf və aralarındakı bucaq bərabər deyil. Deməli, bu üç bucaqlar kongruent deyil. Belə yazaq. Üç bucaqlar kongruent deyil. Keçirik 5-ci suala. 5-ci sualda bərabər yanlı ABS üçbucağı verilibdir. Oturacağı bitişik bucaq 43 dərəcədir. Əgər bir bucaq 43 isə bərabər yanlı olduğu üçün burada 43 olacaq. Əgər biz təpə bucağını müəyyən etmək istəyiriksə, 43'ləri toplayırıq. Bu sadə sualdır. Və 180'dən çıxırıq. 180'dən də 86'ın çıxırıq. Edir 94 dərəcə. Deməli, təpə bucağı oldu 94 dərəcə. Digər iki bucaqlar 94 və 43'dür. 43 dərəcə və 94 dərəcə. Keçirik 6-cı suala. 6-cı sualda yenə bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucağın yanları və yan tərəfə bitişik bucaqlar bir-birinə bərabər olur. Adlandırıram. A təpədə qoyaq. A, B, C. A təpəsindən bir dənə AD hündürlüyü çəkilibdir. Hündürlüyü düşdüyü yerdə 90 dərəcə əmələ gətirir. Deyir ki, AD hündürlüyünün uzunluğu 2,3 santimetrdir və BC oturacağının uzunluğu da 5,6'dır. Bərabər yanlı üçbucaqda hündürlük median olur. Həmçinin tən bölən olur. Onda 5,6'nı bölürük 2'yə. 2,8 ayrılıbdır. ABD üçbucağının baxın, bu üçbucaqdan söhbət gedir. ABD üçbucağının perimetri 81'dir. ABD üçbucağının yan tərəflərə x qoyuram. ABD üçbucağı üçün perimetri yazacağım. P üçbucaq ABD bərabərdir. X üstə gəl 2,3 üstə gəl 2,8 bərabərdir 8,1'ə. Buradan x'i tapanda 2,3'dən 2,8 toplayıram 5,1. 8,1'dən çıxıram edir 3. X'i tapdım 3. İndi məndən ABS üçbucağının perimetrini istəyir. ABS üçbucağının perimetrini tapmaq üçün ABS üçbucağının tərəflərini toplayacağım. ABS üçbucağı P üçbucaq ABC bərabərdir. Yan tərəflər 3, 3 və 5,6.
toplayıram. Bərabərdir 6 ilə də 5 toplayıram 11,6 santimetr. 7-ci suala baxırıq. Yine 2 dənə üçbucaq verilib kongruent. Deməli, bu olsun birinci üçbucaq, bu olsun ikinci üçbucaq və adlandıraq. Biri ABD, A, B, D. Digəri M, N, P. AB 145 milimetri, çevrəyi santimetrə 110'a bölürük. 14,5 santimetr. Buradan qeyd edirəm. 14,5 santimetr kongruentdirsə, demək burada 14,5 santimetrdir. Bunlar bir-birinə bərabər olur. Uyğun olaraq AB bərabərdir MN-ə. MP 11,3'dür. Deməli AD də 11,3'dür. Çünki AD də bərabərdir MP-yə. BD də bərabərdir uyğun olaraq NP-yə. Bura 3,8'dirsə, burada 3,8'dir. Bu üçbucaqların perimetrlərinin cəmini tapın. Deməli P bərabərdir. Hər ikisi üçün yazıram. 14,5 üstə gəl 3,8 üstə gəl 11,3 bərabərdir. Deməli toplayaq. 14,5 üstə gəl 3,8 üstə gəl 11,3 16,6. Hər iki üçbucağın perimetri santimetrdir. 16,6'dır və ikisini də cəmini istəyir bizdən. Cəmi də edəcək 33,2. Keçirik 8-ci suala. Pərgarın və xətkeşin köməyi ilə tərəflərinin uzunluqları 2,4, 1,7 və 1,5 santimetr olan üçbucaq qurumunu artıq uşaqlar özünüz pərgar və xətkeşlə KSG-də quracaqsınız. Suallar bu qədər. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.